Salam əziz dinləyicilər, bugün mən sizə gizli təşkilat rubrikası çıxış edəcəm və gizli təşkilat rubrikam mənim gizli təşkilat əsərimdəndir və burada bugün mən sizə Qırmızı Kitabın 3-cü qanunu üzrə çıxış etmək istəyirəm. 3-cü qanun deyilir ki, qızıl inanc özünü idarə etmə. İndi burada qanunda deyilir ki, bizim dövrümüzdə qızılın gücü hökmdarın gücündən qüdrətlidir. Yəni ki, qədimdə də deməli hökmdarların deməli qızıl ehtiyatları olurdu və əlbəttə ki, hökmdarlar müəyyən deyək ki, vergi yığanda rəiyyətdən məsələn qızıl toplayırlar. Yəni, hələ qədim dövrlərdə hökmdarların, yəni dövlətlərin, o vaxtki dövlətlərin, məsələn, deyək ki, quldarlıq dövlətləri, feodalizm dövlətlərinin qızıl ehtiyatları olurdu. İndi müasir dövrdə də deməli, müəyyən dövlətlər qızıl ehtiyatları var. O dövlətlərdəki qızıl ehtiyatları var. O dövlətlər iqtisadi cəhətdən güclü dövlət hesab olunur. İndi bu qanunda yəni ki, deyilir ki, qızılın gücü hökmdarın gücündən qüdrətlidir. Doğrudan da o dövlət ki, qızıl ehtiyatları çox, deməli, o dövlət deməli, belə deyək, qızıl ehtiyatına görə nəinki başqa dövlətlərdən öz iqtisadi cəhətdən güclü hesab olunur və eyni zamanda o məcazi mənada deyək ki, qızılın gücü prezidentin də baş nazirin gücündən qüdrətli hesab olunmalıdır. Qızıl Kitabın 3-cü qanunda deyilir ki, burada inanc məsələsi də nəzərə alınır. İnanc yəni dinə inam məsələsidir. Vaxt var idi, ümumiyyətlə dövlətlərə qaydaları din idarə edirdi. Qədimdə elə dövlətlər vardı ki, orada din xadimlərinin sözü hökmdarların sözündən üstün hesab olunurdu. İndi müasir dövrdə də, məsələn, İranda din, deyək ki, dinin, deyək ki, gücü İranın prezidentin gücündən daha da yüksəkdə durur və bu elə deməkdir, yəni ki, indi bu dənə İranın prezidenti dövləti idarə etsə də ümumi rəhbər Əyətullah Xamenei hesab olunur. Bax, belə bir məsələ nəzərə almaq lazımdır. İndi bunu da bildinizlər siz indi, yəni ki, bu dövrdə də yəni elə dövlətlər var ki, orada dövlət qanunlarını, dövlət qaydalarını deməli prezident veya baş nazir yox,
din liderləri idarə edir, nəzarət edir. Sonra bu qanunda, 3-cü qanunda deyilir ki, azadlıq ideyası əsaslıdır. Azadlıq ideyası haqqında mən keçən dəfə əvvəlki videomda geniş izahını vermişəm azadlıq ideyasını və istəmirəm ki, bu azadlıq ideyasını daha da yenidən fikirlər təkrarlayım. Və burada yazılır ki, azadlıq ideyası əsassızdır. Bu qanunda olanı mən sizə oxuyuram. Onlar inadkarlıqdan necə istifadə etməyi, necə istifadə etməli olduğunu bilmirlər. Azadlıq ideyası əsassızdır və onlar inadkarlıqdan necə istifadə etmək olduğunu bilmirlər. Yəni burada azadlıq ideyası haqqında mən danışmaq istəmirəm və bu fikri də izahını vermişəm və keçirəm növbəti fikrə. Bir müddət öz-özünü idarə etmək üçün dəyərlidir. Çünki bu xəyanətkarlığa çevriləcəkdir. Bu haqda da mən keçən dəfə çıxış elədim. Burada bu fikirlər haqqındakı məsələn deyək ki, müəyyən deyək ki, partiyalar xalq kütlələri partiyada xalq kütlələrini öz partiyalarına cəlb edirlər və xalqın kütlələri ilə partiyanın sayını artırırlar, partiyanın gücünü artırırlar və nəticədə də iqtidara qarşı mübarizə aparırlar, xalqı üsyana qaldırırlar, xalq üsyanları baş verir və xalq kütlələrinin üsyan köməyi ilə iqtidarı hakimiyyətdən yıxırlar və hakimiyyətə gəlirlər. Və buradan da sonra xalq kütlələrinin liderlərini anladırlar və bir növ xalq kütlələrinin liderlərini istifadə etməklə onların köməyini hakimiyyətə gələrək dövlət rəhbərini yıxırlar və onun yerinə həmin partiya sədrləri hakimiyyətə gəlir. Və ona görə də bunun sonu da xəyanətkarlığa çevrilir. Yəni ki, o partiya ki, xalqdan istifadə edib hakimiyyətə gəlir və sonra xalqa qarşı və xalqın nümayəndələrine qarşı xəyanətkarlıq siyasəti yeridir. Hal-hazırda vətəndaş müharibəsi var və ölkələrdə vətəndaş müharibəsinə biz tez-tez rast gəlirik, şahidi oluruq və belə vətəndaş müharibəsi tez-tez olur və bu vətəndaş müharibəsi baş verəndən sonra bu alov genişlənir və eyni zamanda dövlətlər arasında da müharibə baş verir, yəni dövlətlər arasında müharibə olur və bir növ bir dövlət başqa bir dövlətə qarşı müharibə edərək onun ərazisini işğal etməyə çalışır və həmin dövlətin yaşayış məskənlərini xarabalıqlara çevrilir
küllər mənbəyinə çevrilir. Uşaq, qoca, yaşlı insanlar müharibədə məhv olur, xəsarət alır və s. İndi bu üçüncü qanun, dedim üçüncü qanun qızıl inanc özünə idarə etmədir. Burada özünə idarə etmədən də bir neçə fikir söyleyeyim. Müəyyən məsələn təşkilatlar var ki, bu təşkilatlar özləri öz deyək ki, idarəsini maliyyələşdirir. Buna bir növ özünə maliyyələşdirmə deyilir. Və həm təşkilat özünə maliyyələşdirməklə bir növ özünü idarə etmə prosesini həyata keçirir. Yəni belə təşkilatlara başqa dövlətlərdə olduğu kimi Azərbaycanda da rast gəlinir. Bir nəsə üçüncü bu qırmızı kitabda üçüncü qanun haqqında bir qədər mən qısa danışdım. İndi istəyirəm ki, dördüncü qanuna keçək. Qırmızı kitabın dördüncü qanunu belə adlanır: sərmayənin despotizmi. Bu sərmayə məsələsi deyəndə burada hansı fikirlər ifadə olunur? Və bu qanunda deyilir ki, dövlət öz narahatları ilə tükənir ya da daxili çəkmələr xarici düşmənlərə güc verir. Bu məsələn belə izahını vermək olar ki, bir dövlət ki, iqtisadi cəhətdən zəifləyir, orada xalqın maddi rifah halı aşağı düşür, maddi nemətlərə ehtiyac yaranır və belə dövlət həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən zəifləyir və dövlətin daxilində daxili çəkişmələr baş verir. Hakimiyyət uğrunda müəyyən mübarizə gedir. Bir qrup deyək ki, insanlar dövlət rəhbərini yıxmağa çalışırlar və dövlət rəhbəri də ki, dövləti idarə edə bilmir və dövlətdə bu daxili çəkişmələr o qədər güclənir ki, dövlətin sütununu laxladır. Dövlət rəhbəri də yəni bu deyək ki, daxili çəkişmələrə qarşı müqavimət göstərə bilmir. Və bundan istifadə edən başqa bir deyək ki, hegemon dövlət bu dövlətin daxilində olan çəkişmələrdən istifadə edib deməli həmin dövlətə, o dövlət rəhbərinə qarşı olan müxalif qüvvələri dəstək verir, onları maliyyə cəhətdən maliyyələşdirir, hərbi silahlar verir və bir növ xarici düşmənlərin köməyi ilə müxalif dəstələr dövlət rəhbərini hakimiyyətdən yıxır. Və bir növdə həmin dövlət o güclü dövlətin bir qayyumluğuna çevrilir.
bir növ həmin güclü dövlət deməli həmin dövləti işinə qarışır, həmin dövləti bir növ daima xaricdən müdaxilə edir. Bax, belə hadisələr dövlətlərdə çox olur. Məsəl üçün, belə hadisələri bir neçə dövlət misal göstərə bilərik. Məsələn, Əfqanistanda olan dövlət çevrilişləri misal göstərə bilərik. Məsələn, Rusiya tərəfindən xarici müdaxilə oldu. Əfqanistanda hakimiyyət dəyişildi. Rusiya öz adamını Əfqanistana deməli baş naziri qoydu. Və yaxud da Suriyada demək ki, başqa xarici ölkələr, misal deyək ki, Amerika Birləşmiş Ştatları və başqa dövlətlər Suriyada dövlət rəhbəri hakimiyyətdən yıxdılar və hakimiyyətə başqa biri gəldi və orada həmin o dövlət rəhbərini daima arxasında duran Rusiya bu ölkəni itirdi. Belə bir hadisələr baş verir. Hər halda burada irəliləmə yox, itirilmə hesab edilə bilər. Məsələ Liviyanı göstərək. Liviya dövlətində Kaddafin dövründə insanlar yaxşı yaşayırdı. Ancaq Amerikanın əli ilə Kaddafi hakimiyyətdən uzaqlaşdırıldı, hakimiyyətdən yıxıldı və hakimiyyətə Amerikanın adamı gəldi və nəticədə deyək ki, Liviyada müxtəlif qruplaşmalar, hərbi qruplaşmalar yarandı və bu hərbi qruplaşmalar nəticəsində vətəndaş müharibələri baş verdi və nəticədə də xalq vəziyyəti pisləşdi, xalqın maddi rifah halı aşağı səviyyə düşdü. Yəni burada xalq elə başa düşürdü ki, Qəddafini yıxmaqla daha da yaxşı yaşayacaqlar. Əksinə, Qəddafini yıxandan sonra xalqın vəziyyəti əksinə daha da pisləşdi. Bax, belə bu hakimiyyət çevrilişlərində bu xalq kütlələrindən xarici qüvvələr bu cür istifadə edirlər. Bu bizim gücümüzdən asılıdır. Burada söhbət yəni ki, ondan gedir ki, o qırmızı kitabın yazanlar, belə deyək də, onlar dünyanı idarə edən gizli təşkilatlar kitabıdır bu qırmızı kitab. Və bu dünyaya edən gizli təşkilatlar məhz istənilən ölkədə dövlət çevrilişi həyata keçirirlər. Bu gizli təşkilatları üzdə olmur, onlar heç kəs tanımır. Heç kəs bilmir ki, bu gizli təşkilat üzvləri kimlərdir. Sir olaraq bəşər üçün bilinməz olur. Və ona görə də bu bizim gücümüzdən asılı deməkdir. Yəni ki,
bütün dövlətləri idarə edən, nizamlayan bizik. İstənilən dövlətdə də dövlət servisini biz həyata keçirə bilərik. Bu dövlət servisi ya xarici müdaxilə vasitəsilə, ya da ki, belə deyək ki, daxili qüvvələrin köməyi ilə həyata keçirilə bilər. Bütün əllərimizdə olan sərmayənin despotiyası dövləti istəyinə asılı olmayana müdafiə edir, əks halda uçuruma aparılır. Bütün əllərimizdə olan sərmayənin despotiyası dövləti istəyinə asılı olmayaraq müdafiə edir və əks halda uçuruma aparılır. Əlbəttə ki, müəyyən ki, dünyanı idarə edən o gizli təşkilatlar var və bu gizli təşkilatlar dövlətlərdə müəyyən sərmayə qoyurlar. Bu sərmayə qoymaqla o dövlətin bir növ özünü asılı vəziyyətə salırlar. Və dövlət bir növ uçuruma doğru yuvarlanır. Məsəl üçün, deyək ki, Rusiya Ermənistanda energetik müəssisələrin, atom elektrik stansiya və başqa energetik müəssisələrin deməli sahibi oldular. Yəni Ermənistanın bir növ o zəif iqtisadiyyatına istifadə edərək o atom elektrik stansiya və başqa müəssisələri deməli Ruslar öz nəzarətinə keçirdi. Elə tərəfi təsəvvür edin, Ermənistan elektrik enerjisinin gəliri birbaşa Rusiyanın xəzinəsinə daxil olur. Düzdür, ermənilərin Amerikada, başqa ölkələrdə, Fransada güclü lobbiləri var. Onlar lazımı maliyyə dəstəyini edirlər Ermənistana. Ona görə onların köməyi ilə Ermənistan öz iqtisadiyyatını nizamlayır, dirçəldir. İndi məsələ ondadır ki, elə dövlətlər var ki, məsələn, o dövlətlər başqa bir dövlətə külli miqdarda borcları var. O borcları ödəmək lazımdır. İndi müəyyən baxımdan, məsələn, dövlətlər var ki, Çin dövlətləri onlara sərmayə qoyubdur həmin dövlətlərdə və bir növ həmin dövlətlər avtomat sürətdə Çindən asılı vəziyyətə düşüb. Və deyək ki, Çinə nə qədər borcları var. Müəyyən dövlətlər maliyyə yardımı edir. Həmin faizlə, əlbəttə ki, müəyyən maliyyə yardım edir və həmin dövlətlər o maliyyə yardımına vaxtlı-vaxtlı o faizini verə bilmir və belə Çin dövlətindən asılı vəziyyətə düşür. İndi belə ölkələr çoxdur, xüsusilə də bu kiçik dövlətlər belə bir asılı vəziyyətə düşürlər. Yəni, bu
kiçik dövlətlər o nəhəng dövlətlər tərəfindən iqtisadi yolla asılı vəziyyətə düşür və borclarını verməyəndə onda həmin dövlətlər dövlətin müəyyən məsələlərinə əl qoyur, həmin məsələləri öz nəzarətinə keçir və bununla da həmin dövlətdə bir növ iqtisadiyyat çökür və dövlət bir növ uçuruma doğru gedir. İndi belə dövlətlər çoxdur və həmin dövlətlərdə insanların yaşaması ağırdır, çətindir, çətin vəziyyət yaşayırlar. Bax, əziz dinləyicilər, mən bugün sizə Qırmızı kitabda 3-cü və 4-cü qanunların izahını verdim. İndi müəyyən qədər çalışdım, mən izahat verdim. Hələlik bu qədər, sağ olun, gələn görüşlərdə.